Herkese salam. Bugün sizə keçməyən ağrıların səbəbi haqqında danışmaq istəyirəm. Əgər nə vaxtsa hər hansı bir hərəkət sırasında bir ağrınız yaranıbdırsa, beyin bu ağrını həkk edir və bu hərəkəti təhlükə olaraq algılayır. Yəni ki, bir hərəkət zamanı sizdə ağrı yaranıb, nəfəs sərtləşibdir və bir funksional problem varmış kimi beyin bunu qəbul edibdirsə, o zaman bədən həmin bölgəni qorumaya almaq üçün hərəkət zamanı ağrı ortaya çıxardır. Yəni ki, bu nə deməkdir? Beynimiz olmayan ağrını bizə hiss elətdirir. Biz bunu keçirtmək üçün nə edə bilirik? Hər hansı bir prosedur, masaj, fizioterapiya və yaxud da aldığınız dərman müalicəsi əgər fayda vermirsə, o zaman artıq biz nəfəs egzersizlərinə keçiş etməliyik, bədən farkındalığını artırmaq üçün idmanlar etməliyik. Yəni ki, bədənin əslində orada heç bir problemi olmadığını qəbul etməsi üçün bəzi çalışmalar edirik. Bunlar da necə çalışmalardır? Fizioterapistiniz sizə harmonik hərəkətlərlə o bölgədə əslində ağrı olmadığını qəbul elətdirə bilər. Bədən farkındalığını artdırmaq üçün yoga, pilates kimi idmanlarla məşğul ola bilərsiniz və nəfəs egzersizlərinə məşğul ola bilərsiniz. Bu zaman bədən təhlükəsiz bir şəkildə bu hərəkəti yerinə yetirdiyi zaman artıq beyin həqiqətən də bu hərəkət zamanı heç bir problem olmadığını zamanla qəbul edir və hərəkət zamanı ortaya çıxan bu ağrılarınızdan qurtulmuş olursunuz.